Xoş gəlmisiniz. Əvvəla deyim, mən Icon mağazasının əməkdaşıyam. Eyni vaxtda Game Note-u ilə burada təmsil edirəm. Burada iştirak edən bütün o wunderkindlər, hansı ki, böyük zəkaya sahib olan, gözəl, ağıllı, qabiliyyətli övladların hər birini həqiqətən ürəkdən təbrik edirəm. Çünki siz büyünlərim, sizin hesabınıza bu qədər insanlar, valideynlər, qonaqlar, möhtəbər qonaqlar gəlib sizin bu gözəl olimpiyadanın keçirilməsinə şahid olduq. Çox gözəl bir qürur hissi duyuram, çox sevinirəm həqiqətən Azərbaycan adına. Çünki mən öz oğlumla necə fəxr edirəmsə, bilirəm ki, burada hər kəs də öz övladımla onun gələcəyi naminə maksimum gücünü ortaya qoyur. Üzr istəyirəm, bəlkə sizi gözətdirdim, mənə söz verdiyiniz üçün də ayrıca bir təşəkkür edirəm. Mən büyünlərim burada qısa bir məlumat verim. Logitech şirkətinin sponsorluğu ilə Game Note və Icon mağazasını təmsil edirəm və bizdən gözəl hədiyyələr olacaq təbii ki, olimpiyadada iştirak edən bütün gənclərə. Bu gözəl bir olimpiyadan keçirilməsində xüsusi olaraq Start IT və eyni vaxtda Sabiston bu beynəlxalq məktəbinə də ayrıca bir təşəkkür edirəm. Çünki Azərbaycanımızda düşünürəm ki, nə qədər belə tədbirlər keçirilsə, bir o qədər Azərbaycanın gələcəyi, gənclərin gələcəyi çox gözəl və parlaq olar. Burada iştirak edən bütün yeniyetmə və uşaqları, hansı ki, bu olimpiyada iştirak etdilər, onların hamısı qalibdir. Hər birinə demək istəyirəm ki, sizin də tək valideynləriniz yox, eyni vaxtda bütün Azərbaycan həqiqətən fəxr edir. Tək ki, Azərbaycanımızda belə gözəl, möhtəbər olimpiyadalar və tədbirlər keçirilsin. Çox danışmayacağım. Bunu demək istəyirəm ki, burada çox gözəl fikirlər söyləndi. Mən xüsusi olaraq Murad Aksoy, bizim psixolog qardaşımızın gözəl bir ifadəsi səsləndirir ki, övladlarınızla dost olun, övladlarınızla yaxın olun. Mən bu günlər bura ailəmlə gəlmişəm. Çünki onlar mənim hər bir addımımda, hər bir həyatımın aşırmasında onlar mənim yanımda olurlar, onlar mənə maksimum dəstək olurlar. Mən sizinlə fəxr edirəm, mənim gözəl ailəm və düşünürəm ki, hər bir şəxs öz ailəsindən, öz sevdiklərindən fəxr eləməlidir. Sevsələr, vaxt da tapacaqlar, hər şey tapacaqlar. Mənim oğlum üçün heç bir gün qrafiki yoxdur, bunu deyim, mən ona azad bir seçim vermişəm ki, öz gün qrafikanı özün qur, düz qur, səmərəli olsun. Lazım onda məsləhətləşməyə mən ata kimi, anası da həmişə hər zaman yanında olub, məndən çox ona əziyyət çəkir. Bunu xüsusi həqiqətən valideynlərinizə nəzərinə onsuz çatdırılıb. Özləri bilirlər bunu, mən də çatdırmaq istəyirəm ki, analar, Arif, sənin üçün anam daha çox əziyyət çəkibsin, atan. Baxmayaraq ki, həmişə də maksimum başqa düşünürsən. Çox sağ olun. Təşəkkür edirəm. Çox gözəl, süper bir tədbir idi. Tək Azərbaycanda belə bir tədbirlər daha çox olsun. Yeri gəlmişkən Icon və Game Note yolunuzu gözləyir. Ən etibarlı, ən maksimum texnologiyalı notebookları və kompüter aksesuarını bizdən ala bilərsiniz. Salamat qalın.